Hüseyn Cavidin ana mənzum faciəsi ilə bağlı çox maraqlı bir hissənin izahını verəcəyim sizə. Bu gec-gec rastlaşdığımız bir sualdır, ancaq çox maraqlı bir sualdır. Bilirik ki, faciədə Orxan İsmətə öz sevgisini etiraf eləyir. İsmət də onu rədd eləyir və onların arasında bir diyaloq keçir, ancaq sonradan İsmət çıxıb evə gedir. İsmət evə gedəndən sonra Orxanla İzzət dayanıb təzədən İsmətin bir də çıxmasını gözləyirlər. Əslində orada İzzət Orxana deyir ki, gəl gedək, burada dayanmaq təhlükəlidir, amma Orxan getmir də, o İsmətin çölə çıxmasını bir də gözləyir. Həmin vaxtda Orxan İsmətə sevimli, parlaq yılan deyə bu bənzətməni eləyir. Bu çox faydalı bilgidir, testlərdə düşür. Ancaq əsərdə o qədər də bu ifadənin fərqinə varmırıq. Bu ifadəni yadınızda saxlasaz, sizin üçün çox faydalı olar.